İman əhlinin möhtərəm qardaşlar sifətləri var. Bəzi elm əhli deyir ki, iman əhlinin sifətlərindən iman əhli olmasını bildirən 6 gözəl əlamət var. Onlardan birincisi, onlar Allahı xatırladıqda sevinərlər. Muvaffaq olduqlarına görə həmd edərlər və onunla iftixar öyünərlər. Özlərini düşündükdə isə özlərini təhqir edərlər. Özlərini günahkar, zəif, asi, Allaha həmd və şükür etməyən kimi daima qınayarlar. Allahın ayətlərinə baxdıqda ibrət alarlar. Allah-u Teala yaratdığı hər bir şeydə ibrət var ağıl sahibləri üçün. Bir günaha yöneldikdə, bir günah etmək istədikdə özlərini qınayarlar və peşman olarlar. Və Allahın məğfirətini, bağışlanmasının genişliyini bildikdə isə sevinərlər, müjdələnərlər. Günahlarını xatırladıqda isə tez tövbə edərlər. Bu möhtərəm qardaşlar, iman əhlinin özəl sifətlərindəndir. Ona görə siz imansız insanlara, Allaha və axirət gününə imanı olmayan insanlara baxdığınız zaman görərsiniz ki, onlar Allahın zikrindən qafildilər. Daima özlərindən danışıb, özlərini öyməyə çalışırlar. Özlərinə hamının yanında məhəl qoymağa çalışırlar. Və Allahın ayətlərinə baxanda təbii bir məxluqat kimi baxarlar. İbrət göz onlarda kör olar. Və günahlarıyla öyünərlər. Onları günahları qəmləndirməz. Və bəzən öyünmək üçün insanların içində öz günahlarından vəsf edərlər. Mən filanı belə döydüm, filanı belə söydüm, filanın malını belə yedim, belə zina etdim, belə içki içdim. Baxın möhtərəm qardaşlar. Və Allahın rəhməti ona deyildiyi zaman imansız insanlara ona nağıl kim baxarlar? Və onlar günahlarını xatırlamazlar əslində. Çünki onların xeyli və şəri seçən gözləri kördür möhtərəm qardaşlar.